Salam əziz değerli izleyicilerim. Bugün biz sizinle beraber bir təsərrüfat subyektinin qeydiyyatını ləğv edəcəyik. Bunu biz necə edəcəyik? Yeniden neotaksit.gov.az portalında daxil oluruq. Biz fiziki şəxsən yaxud da hüquqi şəxsən fərq yoxdur hesabına və burada sol tərəfdən ərizələrə baxırıq. Daxil olduq ərizələrə və burada yeni ərizə və gəlirik siyahıya. Bütün siyahıya baxırıq və burada seçirik təsərrüfat subyektinin qeydiyyatına dair ərizənin ləğv edilməsini. Vergi ödəyicinin təsərrüfat subyektinin qeydiyyatdan çıxarılması. Bunun üçün biz obyekti seçirik, hansını ki biz qeydiyyatdan çıxardacağıq, davam edirik. Daha sonra ləğv etmə tarixini gedirik, hansı tarixə biz obyekti ləğv edirik. Daha sonra vergi yükündən çıxarılma səbəbini seçirik. Bizdə obyekt satıldığına görə biz qeyd edirik ki, təsərrüfat subyektinin mülkiyyət hüququ digər şəxsə keçdiyinə görə bu səbəbdən biz obyekti qeyddən çıxardırıq. Tələb olunan sənədlərdə biz alqı-satqı müqaviləni əlavə etməliyik. Gəlirik bura və alqı-satqı müqaviləmizi bura əlavə edirik. Və daha sonra icarə götürmüş daşınan əsas vəsaitlərimiz var? Yoxdur. Obyektdə aktivlərin mövcudluğu var? Yoxdur. Yəni biz aktivsiz satmışıq. Və daha sonra növbəti düyməsini seçirik və obyektimiz qeydiyyatdan ləğv edilməsinə dair ərizəni göndərilmiş hesab edilir. Bunun üçün təbii ki, asan imza vasitəsilə linkini daxil edirik. Bu qədər. Ümid edirəm ki, video sizin üçün faydalı oldu. Bəyəndinizsə rəylərinizi və bəyənmələrinizi gözləyirəm. Təşəkkür edirəm.